izləyicilər bir daha axşamınız xeyir olsun deyirəm. Allah sizləri var eləsin. Deməli, hal-hazırda yenə gördüyünüz evdəyik. Zülfinat xalamıza qalan məbləğ azaldığını şükür Allaha. Belə deyim, 1600 manatımız qalıb, 8400 yığılıb. Yəni günün 2 saatın, 3 saatın gəlib burada otururuq. Yəni gəlib bir gün polna oturmuruq da, bir səhərdən axşama qədər oturmuruq. Bugün adamımız az da olsa, yenə o məbləğin ötəsindən sizlərin sayəsində gəlirik. Həqiqətən Allah canlıların sağ eləsin. Nərman kənddən Mıçı ləqəbli, Mıçı deyirlər qardaşımıza. Tam adı yadımdan belə deyim də, mən elə o cür eşitmişəm, ancaq dəyərli qardaşdır, həqiqətən. İdmançı qardaşımızdır. Vallahi baxanda deyirsən, elə o boyda adam biz Amerika idmançılarını görmüşük. Ancaq bu gün onu kimsə belə yaxından görsə, muskul bax belə, maşallah. Azərbaycanımızın elə oğulları var, fəxr edirəm, həqiqi. Elədir, ondan, yəni tək o yox, onun kimi oğlanlarımız çoxdur. Allah onun atası Nazim kişiyə can sağlığı versin, qardaşı Elvinə can sağlığı versin. 50 manat büyün o polatdır, var olsun, bax bu aniyə. 100 manat Elməddin qardaşımız, qardaşlar market. Allah ruzisinə bərəkət versin, canına can sağlığı versin, Ramazan ayına xatir. Kimlər dəstək oldu? Hərə 5 manat, 10 manat, 20 manat. Kimlər dəstək oldu? Allah canı sağ eləsin. Bu gün 270 manat yığıldı. Yeni deyirəm, 1 saat var. Bugün 1 saat yarım oturduq. Yandan dişim dağılır. Bugün Nüsrət əminin nəvəsi oldu, şəhid atasının. Belə deyim, bir şəhidimizin adına, belə deyim, adını daşıyan körpə dünyaya gəldi. Yuxarı Cürəldən. Bugün elə orada olduq. Onun işində canla başdan iştirak etdik ki, Allah şəhidimizin ruhunu şad eləsin. Balaca Sadiq dünyaya gəldi. Allah şəhidlərimizi rəhmət eləsin. Sadiq balamız da, belə deyim, ailəsinə, övladına, ailəsinə, atasına, anasına, nəvə deyib Nüsrət əmi qucağına götürmüşdü. Nüsrət əmiyə can sağlığı və belə deyək ki, nəvə olmayanlara nəvə qismət eləsin. Rafət əmiyə, Ələmiyə, sənə Allah övlad qismət eləsin. Bir də belə bir söz deyim ki, şəhid atası əməliyyatdadır ürəkdən. Biri Gülverən əmidir, Allah şəfasını versin. Biri də Rafi əmidir, Allah şəfasını versin. Xəstələrimizə Allah can sağlığı versin, sağlamlığına qovuşsun. Zülfinat canımızda onun içində sağ gedib salamat gəlsin, yenə də çəkiliş eləyəcək. Allah şəfasını versin və bu günlərdə kimlər dəstək oldu, ruzilərinə Allah bərəkət versin. Dediyim kimi 1600 manatımız qaldı. Allah sizləri var eləsin, gecəniz xeyrə qalsın, var olasınız deyirəm. Allah kömək olsun, kim dəstək olur, Allah qorusun onu, Allah kömək olsun, Allah bərəkət versin kisibinə, Allah canı salamat etsin, sağ olun, Allah kömək olsun. Çəkilişi bitirib getmək istəyirdi, qonşum Qabil, usta Tarqulun oğlu sağ olsun dedi, 10 manatda mən atıram, kart attım. Qaldı 1590 manat, yəni məbləği bilin, Allah xəstələrimizə şəfa, dəstək olanlara da can sağlığı versin. Gecəniz xeyrə qalsın, Allah sizləri var eləsin.